Salam dəyərli müəllimlər, indi isə biz baxırıq növbəti sualın izahına. Bullying nədir? Sinonim olaraq qısnama deyirik. Deməli, bullying və mobbing mahiyyət etibarilə eynidir. Yəni sinonimdirlər. Bullyingin xüsusi bir termin kimi tərifi yoxdur. Ümumiləşdirsək, bullying kiməsə aqressiv davranışlar sərgiləməkdir. Mobbingdən bullyingin sadəcə bir fərqi var müəllimlər. Mobbing qrup şəklində olur. Bullying isə fərdi şəkildə olur. Bullying edən şəxs də bully adlanır. Deməli, bullying və mobbing təkcə məktəb şəraitində deyil də, istənilən yerdə, istənilən yaş həddində biz bunlara rastlaşa bilərik. Ancaq təəssüflər olsun ki, bugünkü günümüzdə məktəb həyatında, xüsusi olaraq yeniyetmələr arasında daha çox baş verən hallardır. Bullyingin də baş vermə səbəbləri müxtəlif cürə ola bilər. Etnik mənsubiyyətin də buna təsiri ola bilər, cinsi, dini müxtəlifliyin də təsiri ola bilər, öyrənmə çətinlikləri də ola bilər, yaş fərqi də bullyingi gətirib çıxarmasına səbəb ola bilər, yaranmasına şərait yarada bilər. Yəni, biz şəxsiyyətin formalaşmasında da keçmişdik ki, bullyingin yaranmasının və ya bir şəxsin bullyyə çevrilməsinin əsas səbəbi nə ola bilər? Əlbəttə ki, mühit. Yəni, çoxsu mühitdən asılı olan bir məsələdir.